Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Möhtərəm müsəlmanlar, biz artıq Ramazanın son 10 gününə yaxınlaşmışıq. Peyğəmbər s.ə.v-in bu son 10 gündə, Ramazanın bu son 10 günündə və bu son 10 günün gecələrində Peyğəmbər s.ə.v-in ibadətdəki halı necə olardı? Möminlərin anası Ayşə, Allah ondan razı olsun, ondan rəvayət olunan hədisdə özü belə buyurub, Peyğəmbər s.ə.v Ramazanın son 10 gecəsi daxil olduğu zaman ibadətdə olan ciddiliyini daha da artırardı və gecəsini ibadətdə keçirərdi və ailəsini də ibadətə həvəsləndirərdi. Ramazanın son 10 gecəsi bütün illər içərisində olan gecələrin ən xeyirlisidir. Və həmçinin onların içərisində Qədir gecəsi vardır və bu gecə də 1000 aydan xeyirli bir gecədir. Necə ki, bu barədə Allah Teala öz kitabında belə buyurmuşdur. Leylətul qadri xayrun min əlfi şəhr. Qədir gecəsi 1000 aydan xeyirlidir. Ona görə Peyğəmbərimiz s.ə.v bu son 10 gecədə Rəbbinə olan yaxınlığını daha da artırardı, ibadətini daha da çoxaltardı, ibadətində daha da ciddi olardı və həmçinin ailəsini də ibadətə həvəsləndirərdi. Bu hədisdə Ayşə, Allah ondan razı olsun, Peyğəmbər s.ə.v-in bu son 10 gecədə olan çalışqanlığını artırmasını bəyan edir və ailəsini də ibadətə həvəsləndirməyi bəyan edir və belə buyurur ki, Ramazanın son 10 gecəsi daxil olduğu zaman və bu Ramazanın son 10 gecəsinin daxil olması da yəni 21-ci gecə onun başlanğıcıdır və Peyğəmbərimiz s.ə.v bu 10 gecədə Rəbbinə olan ibadətində daha da ciddi olardı, Rəbbinə olan yaxınlığını daha da artırardı və ibadət üçün ayrılardı və ailəsini də ibadətə həvəsləndirərdi və gecəsini ibadətdə keçirərdi. Ailəsini də ibadətə həvəsləndirərdi ki, onlar da bu gecədə Rəbbinə ibadət etsinlər deyə. Və bu da kişinin ailəsini nafilə ibadətlərinə həvəsləndirməsi baxımından və onların da bu günlərdə xeyri əldə etmələrini istəməsindəndir. Və həmçinin hədisdə o vardır ki, fəzilətli vaxtlardan istifadə etmək üçün, o vaxtlardan yararlanmaq üçün əzmkar olmağa ehtiyac var və səbirli olmağa ehtiyac var və nəfsi ibadətdə çalışdırmağa ehtiyac vardır. Və həmçinin bu barədə gələn hədislərdən birisi də Buxarıda rivayət olunan hədisdir ki, Peyğəmbərimiz s.ə.v belə buyurub ki, yəni Qədir gecəsini Ramazanın axırıncı 10 günün tək gecələrində axtarın. Və yenə bu barədə gələn hədislərdən, yəni yuxarıda Ayşədən gələn yenə hədis, Ramazanın axır 10 gecəsi daxil olduğu zaman Peyğəmbərimiz yəni gecəsini ibadətdə keçirərdi, ailəsini də ibadətə oyatardı və ibadətdə olan ciddiliyini biraz da artırardı. Və yenə Ayşədən gələn başqa hədisdə Ayşə buyurur ki, Peyğəmbərimiz s.ə.v yəni Ramazanda çalışmasını, yəni ciddi şəkildə çalışardı ibadətdə, yəni Ramazandan başqa vaxtlara nisbətən və həmçinin Ramazanın içərisində də olan çalışmalarından daha çox çalışması olurdu Peyğəmbərimizin, yəni axır 10 gecədə olan çalışması. Və həmçinin Ayşədən rəvayət olunan başqa hədisdə o belə buyurub, deyir ki, Peyğəmbərimiz s.ə.v soruşur ki, ya Rasulullah, əgər mən bilsəm ki, Qədir gecəsinin hansı olduğunu nə edim? Peyğəmbərimiz s.ə.v ona belə buyurdu ki, de ki, Allahümmə innəkə afuvun tuhibbul afva fa'afu anni. Allahım, sən bağışlayansan, bağışlamağı sevirsən və məni bağışla. Ona görə də möhtərəm müsəlmanlar, bu son 10 gecədən, bu Ramazanın bu son 10 günündən yararlanmaq
yararlanmağa çalışmaq lazımdır. Bizlərdən kiminsə ola bilsin bu Ramazanın son 10 günü son fürsət ola bilər. Ona görə bu günləri dəyərləndirək. Bu Allahdan bizə olan böyük bir nemətdir. Və bu günlərin üzərində ciddi şəkildə çalışmaq lazımdır. Çalışaq ki, bu son 10 gündə ciddi şəkildə maksimum dərəcədə nə qədər bacarırıq ibadətdə çalışaq. Bu son 10 gündə və gecədə ən çox etdiyimiz dualardan olsun bu dua. Allahümme inneke afuvun tuhibbul afu fa'fu anni. Allahım sən bağışlayansan və bağışlamağı sevirsən, məni bağışla. Və həmçinin bu 10 gündə və gecədə Quran oxumağın üzərində daha çox çalışın. Və sonda istəyirəm ki, Allah Teala bizi bu Ramazanda bağışlanaraq çıxan qullarından etsin.